Təsəvvür edin, elə bir kənddə yaşayırsınız ki, burada adamlar qışda tərləyir, yayda isə bir növ soyuqdan donur, yəni çox soyuq olur. Bəli, Azərbaycanda belə bir kənd var. Bu kənddə 83 bulaq var və bura getmək üçün hazırlıq lazımdır. Gözəl Azərbaycanımızın təbiəti ilə göz oxşayan, möhtəşəm gəzməli yerləri ilə dünyada məşhurlaşan bölgələrinə səfərlərimiz davam edir. Növbəti səfərimiz cənub bölgəmizədir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Səhər tezdən yolumuz Azərbaycanın dilbər cuşələrindən biri olan Astarayadır. Ağ körpüsü, Sımı, Kicəbəsi, tarixi yerləri ilə məşhur olan Astaraya. Gəzdikcə görürsən ki, Astara həqiqətən Azərbaycanın cənub mirvarisidir. Bunu bircə dəfə Astaraya yolu düşən o saat anlayır. Elə mənim kimi. Lənkərandan Astaraya gedərkən dağların ətəyində yaşıllıqlar içində qırmızı kərpicdən tikilmiş səliqəli evlər, tarixi yerli binalar, yola boylanan gülərüz insanları görürük. Sözün düzü buranı bircə dəfə dekabrda yolüstü görəndə təəccüb keçirmişdim desəm, mübaliğə etmərəm. Çünki o vaxtadək elə bilirdim, o fotolar montajla olur. Qırmızı, sarılı, rəngarəng yarpaqların qoynunda elə gözəl görünürdü ki, deyirdilər, hələ bu nədir, sən Astaranı yayda görəsən. Yol boyu bunu düşünürdüm. Sım kəndinə getmək üçün avtobusu dəyişib, yol üçün daha əlverişli, kiçik Uaz markalı maşına mindik. Budur, Sım kəndi Balqayası. Ən gözəl dilbər cuşa məskəni olan, mən deyərdim, cənub bölgəsinin ürəyi, gözü olan doğma Sım kəndindəyik. Sım sözü Talış dilində sıldırım, hündür qayalıqla yerləşən kənd mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir. Sözün düzü istər gözəlliyi, istər təbiəti dünyanın əksər səfalı yerlərlə rəqabətdə iddialı yerdir. Sım kəndi tarixinə, insanlarına görə ən seçilən nümunəvi kəndlərdən biridir. Kənddəki dağda mağara var. Qış fəslində o mağarada adam tərləyir. Yayda isə donur, bir növ kondisioner rolunu oynayır. 83 bulaq, kənd daxili 12 qəbirstanlığı olan bu kəndin tarixi Nuh Peyğəmbərin dövrünə gedib çıxır. Ziyarətçilər dağlara, şəlalələrə və qədim yerlərə turlarla gedə bilərlər. Qadınlar üçün qadın bələdçilərin olduğu turlar da təşkil edilir. Bura həm yerli, həm də xarici turistlər gəlir. O qədər xoşlarına gəlir ki, 2 günlük gələn deyir, yenə qalıram, getmək istəmirəm. Burada aqroturizm üçün əlverişli şərait, meşə içində evlər var. Qarşılama mərkəzi 8 otaq, 8 qonaq evi fəaliyyət göstərir. Burada gecələmək istəyənlərə bir gün 50 manata başa gəlir. Davud Peyğəmbərin vaxtından qalmış dəmirçilik sənəti məhz Sım kəndində davam etdirilir. Buranın çayı çox əladır. Təbii çay buranın dağlarından yığılıb, günəş dəyməyən yerdə qurudulan bu çaylar min bir dərdə dərmandır. Bu çay elə hazırlanır ki, təzyiqi nə aşağı salır, nə də yüksəldir. Sım çayı umaç halvası, zeyran kimi təbii şirniyyatlarla verilir. Bu umaç halvasının başda bişən halvadan fərqi odur ki, qoz ləpəsi çox olur. Ramazan ayında 30 gün ərzində hazırlanır. Qalan vaxtlarda isə turistlər üçün sifarişlə edilir. Yeməyi turist özü də hazırlaya bilər müəssisədə. Azərbaycanda kürük sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Kənd təsərrüfatına lazım olan bütün alətlər burada hazırlanır. Yolumuz uzun ömürlər diyarı, Azərbaycanın gözəl, gəzməli bölgələrindən biri olan Lerikədir. Uca dağların qoynuna, meşələr, yaşıllıqlar diyarı Lerikə, Piran kəndinə gedirik. Bal süfrəsinin qonağıyıq. Düzü, başımızın üstündə gəzişən arılar adamı ilk baxışdan ürkütsə də, ciddi təhlükə yoxdur demək olar. Ərazisi 3 hektar olan turizm müəssisəsində arıçılıq təsərrüfatı fəaliyyət göstərir. Keçi saxlanılır və keçi əti, keçi südü, keçi pendiri istehsal edilir. Arıçılıq təsərrüfatına 2 arı yeşi ilə başlayan müəssisə sahibi 25 ildir bu peşə ilə məşğuldur. Artıq 100-dən çox arı ailəsi var. O deyir ki, əsas məqsədi bal məhsulunu artırmaqdır. Müəssisə əsasən bal satışı edir. Balın qiyməti 25-30 manat arasında dəyişir. Müəssisənin ərazisində bir neçə şəxsi ev var. Burada ümumilikdə 9 otaq, 3 qonaq evi fəaliyyət göstərir. Arıçı lerik balının fərqindən, ləzzətindən danışır. Həm də əyani bal süfrəsinə qonaq edir. Düzü, bal sevməsəm də, bağda açıq havada çayla dadına baxdım. Belə başa düşdüm ki, balın şanı daha ləzzətliymiş. Həqiqətən də uzun ömürlər diyarı lerik balı çox dadlı və fərqlidir. Fərqi belə izah edilir ki, burada təbiət, ağac, ot örtüyü, çiçəklərin keyfiyyəti rol oynayır. Lerik bağı həm də flora faunasına görə digər yerlərdən seçilir. Bəlkə də baldakı ləzzət suya görədir.
bu balda olan mikroelementlər digər rayonlarda olan bala görə fərqlənir. Sonda yeşik açılır və zəhmətkeş arıları görürük. Allahdan bizi dost bilib toxunmurlar. Səfalı gölü görmək, göl kənarında nahar üçün Bilnə kəndinə yola düşürük. Bizi meşə içərisinə göl, çay qarşılayır. Bu məkanı sevənlər artıq bu ildən ilin 4 fəsli istədiyi vaxtı bura gələ, təbiət qoynunda, göl kənarında müxtəlif mətbəxlərin təamlarını yeyə, hər iki gölün ətrafında gəzişə, burada gecələyə, qədim insanların yaşadığı Buzeyir qalasına turla gedə bilərlər. Deyirlər ki, Bülüdül kəndində mineral su var ki, o sudan içib xanımlar 4 nəfərə bir quzunu yeyər, amma yedikcə də acarlar. Cənub zonasının ən gözəl kəndlərindən biri də Lerik rayonunun Dəstər kəndidir. Kənd Ləmər çayının sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. Kənddə 46 ev var, 362 nəfər yaşayır. Yerli əhali Distər kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olub. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyat keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dastar adlanıb. İkinci Dünya müharibəsində faşizmə qarşı vuruşan Əli Hüseynov da bu kənddəndir. Əli Hüseynov Böyük Vətən müharibəsində 3 şöhrət ordeni alan 27 Azərbaycanlıdan biridir. Bu dəfə sizə 5000 ildən çox yaşı olan kəndimizlə bağlı məlumat verəcəm. Lakin onu maraqlı edən təkcə bu deyil. Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan çox qəbristanlıq var. Bunun səbəbi isə çox maraqlıdır. Yerin Qulağı YouTube kanalı Azərbaycanın ən qədim kəndlərindən biri ilə bağlı məlumatı təqdim edir. Sündü kəndi Qobustanın mərkəzindən 16 kilometr aralıda, rayonun şimali-qərb hissəsində olan dağlıq və qayalıq ərazidə yerləşir. Sündü kəndində 600-dən çox fərdi təsərrüfat var. Sakinlərin sayı isə 3000 nəfərdən çoxdur. Əhali milli tərkibinə görə Azərbaycan türklərindən ibarətdir. Kənddə Azərbaycan türkçəsindən başqa hər hansı yerli dil və dialektdə danışılmır. Mənbələrə görə Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5000 ildən artıqdır. Onun ərazisində tapılan maddi mədəniyyət nümunələrinə əsasən kəndin Tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Kənd Sündü platosundadır. Sinədi adının təhrif olunmuş formasıdır. Oykonim Azərbaycan dilindəki sinə, döş, yamac və tat dilindəki di kənd sözlərindən ibarət olub, yamacdaşı kənd mənasındadır. 1848-ci ilin məlumatına əsasən, həmin ərazidə Sündü icması da olub. Bəlkə də Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan artıq qəbristanlıq mövcuddur. Amma görünür bunun da öz səbəbləri var. Bir vaxtlar kənd ərazisində 36 qəbristanlıq olsa da, hazırda onların sayı 32-dir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.